Misal üçün, psixoloq yanına əslində övladını itirmiş ana mütləq gəlməlidir. İnsan birinci şok keçirdir. Sonra inkar eləyir ki, yox, ola bilməz deyir. Bunlar düz mənim başıma gəlmədi. Mən nə şok keçirdim, nə inkar eləmədim. Nəyə görə? Çünki mən həm də uşaq həkimi olduğuma görə, mən 20 ilə yaxın uşaq həkimi işləmişəm də. Yəni, mənim övladım doğanda mən artıq başa düşdüm ki, o qalmayacaq. Yəni, ona görə də mən gözümlə onun halını görmüşdüm deyə, mən inkar mərhələsi məndə olmadı. Üçüncü günahkarlıq mərhələsidir. Bəli, məndə də o mərhələ oldu. Mən özümü günahlandırdım ki, bəlkə mən hansısa dərmanlardan istifadə eləsəydim, mənim uşağım qalardı. Belə bir inancım var idi ki, əslində hamilə qadın dərman qəbul etməməlidir. Amma sonra gördüm ki, o qədər hamilə qadınlar var ki, dərmanı da qəbul edirlər, sağlam uşaq da dünyaya gətirirlər. Sonra artıq sən o hadisəni qəbul etməyə başlayırsan. Sonra isə adaptasiya mərhələsidir ki, hansı ki, bu reallıqla, bu həqiqətlə yaşamağa bacarırsan. Övladını o doğuşdan sonra itirmiş ananın südün gəlir, körpə yoxdur verməyə. Sonra həmin palatada yatan analar, misal üçün, hamısının yanında körpəsi var, amma səndə yoxdur. Mən elə bilirdim ki, mən bunu atlatmışam. Sən demə görsən, məndə travmam var, işləməliyim. Bu analar mütləq psixoloqa getməlidirlər.